Herkese selam. Bugün dünya için küçük, bizim için büyük bir gündür. Bugün bu balaca cüce bağçaya başlayır ve gelin onu birlikte oyadıq. Oluşum, ay oluşum, oluşum, ay oluşum. Duruşan ömrüm. Ha? Moşi, duruşan. Hey, hayatım. Duruşan bugün bağça var. Gidelim bağçaya. Ha? Ömrüm. Yine kurban olayım dur. Dur gidelim. Aşkım. Aşkım. Bayramamya bak. Duruşan. Ha? İnanabilmirəm. Sevuş ilk dəfədə özü durdu. Eşittim sen ses. Dedim bu neynir burada. Aşkım. Aşkım. Alışım. Mamaşı kurban olsun. Mamaşı kurban olsun. Mamaşı kurban olsun. Mamaşı kurban. Benim de vardı bu adam arkadan. Ne var idi sende? Ha? Ne? Dur da. Aşkım, mamaşı kurban olsun. Mamaşı kurban olsun. Aşkım. Duy. Günaydın. Tüldün. Yaktırmayı böyle. Ay Allah, bu ne kurban oğlum. Bana bak. Ay Allah, bu ne kurban oğlum. Tüldün. Gidelim nam ye. Benim balam doldu. Uş. Gidelim nam pişireyim. Evet arkadaşlar, bu cücenin yemeği pişti, yanına koyuldu, yeyir və planda bir dəyişiklik oldu. Bu xanımca məktəbə getmir, müəlliməsi xəstədir. İndi yazdı ki, bəs gələ bilmirəm, dərsə xəstələnmişəm, uşaqları göndərməyin. Bu cücə evdədir. Nə tər dünən ürəklə istədisə, mən də qardaşımın yanında olum, mən də qardaşımla gedib bütün uşaqlar gələ bilmədiyə dərsə. Bu cücə bugün evdədir. Can. Kızı Hə. neredeydi? Bilmirəm, nə deydin həyatım? Ayak WhatsApp'ta vardı. Ayla. Yok ya. Hə, Lalə. Kim bəs? Nə deyirdin? Fikirləşdin? Kızdı. Unutdum. Müəllimə gələ bilmir dərsə, ona görə Sevra da getmir. Attım. Hə, yaxşı. Yeməyi ye, həyatım ye. Al, sən də ye. Hə, inşallah Allah qoysa. Bismillahirrahmanirrahim. Səsinə başına bax. Ha. İnşallah Allah qoysa danışarsan Allahın izni ilə. Dünen hiç yatmadım ha. Niyə? Yatmadım gece yatmadım ha. Deməli saat 9 idi yatdı. 12, yox, 1 işləyirdi, ayıldım. Amma mən yata bilmirəm. Nə yata bilmirsən? Az başı qoy yat. Güzən bala yatışdırdım bunu. Bəli, bu oğlanı otuzdurum, özüm bir əlimlə yedizdirim ki, orada tox olsun. Birazdan kameranı açarım. Baxın, burada kim var? Görün nə gözəl oldu. Burada da Sevoş var. Bu arada Sevoşun da ayaqqabıları təmizdir. Dünən yumuşam. Bakayım. Nə gözəldin, yaraşıqlı oldun. Günaydın Ragif əmi, necəsən? Günaydın. Yata bir də maç eləsin səni. Nə qəşəng olmuşsan sən. Her bundan enerjisi. Necəsən? Gedək. Gedək müəllimələrimizə gül ala. Gedək. Gedək bakçıya. Hə? Sunkaya koyacağım. Yo, Spiderman. Yo. Bir taneyim. Hə, buyur. Mənə bax. Hə, dinən, eşidirəm. Çok qəşəngdir. Sen satır çalamayı sunkaya koyacağım datacağım. İndi mənə bax, orada çoxlu bəbələr var. Planşeti evdə qalsın, orada bəbələrlə oynayın. Qırğın düşdü, deyir planşeti də aparıram. Mənə bax aşkım. Orada bəbələr var, oyuncaqlar var. Qışqırma. Nədir? Niyə soyunursan? Gelmirsən? Niyə? Bilmiyorum. Yox da eləmə, soyunma. Mənə bax gör nə deyirəm, Rauf. Orada qəşəng bəbələr var, qəşəng oyunlar var. Sənin arkadaşların da ordadır. Sen gider. Hə. Ay Allah.
Mənə bax aşkım. Oğlan bizim başımıza xarab eləyəcək. Ver. Aşkım mənə bax. Oluşum, eləmə. Aniyə bax. Ay Allah. Şuna git. Qışqırma, camaatın baş qulağı getdi. Gör nə deyirəm sənə, bax. O gün getdin ha, orada çöp-çöp oynadın ha müəllimə ilə. Yadındadır? Bir de ye. Hə? Orada nə qədər oyuncaqlar var, bəbələr var, qışlar var, oğlanlar var, hə. Bir de bakak. söyle. Maşınlar var. Ha, Mən planşeti gizlədəcəm, bacı görməyəcək. Rauf gəlindən sonra oynayacaq. Yaşı. Yaşı həyatım, Rauf ağıllıdır. Hə. Sündür. Niyə söndürüm? Var. Mənə bax, gələcək Sündür. gələcəkdə bunlara baxıb utanacaqsan sən. Mənə bax nə deyirəm. Yaxşı anlaşdıq. İndi gedək müəlliməyə gül ala gedək, hə? Hə? Qulağım. Ay Allah. Mama anlaşdıq səndən. Çak vur. Planşeti gizlədəcəm, heç kimə verməyəcəm, elə aşkım. Dur. Heç kimə verməyəcəm. Rauf gələndən sonra Rauf baxacaq, hə? Çapı, çapı. Aferin. Ay Allah. Hə, nə deyirsən? Mamaya bax. Razısan? Hə. Oy, hamıya əsəbidir. Hə, nə deyirsən aşkım? Mamaya bax, yaxşı. Orada qəşəng qızlar var, oğlanlar var. Sən dost olacaqsan onlarla. Evet. Hə, maşınlar var orada. Nə qədər oyuncaq var. Kitablar var orada, hə. Orada kitablar var. Nə deyirdin? Kitab. Kitablara baxacaqsınız uşaqlarla, hə. Sütlü çöreği de yersin ha. Yumurta, çörək də verəcək sənə orada. Yaşı. Sən. Alma da verəcəklər sənə orada, hə. Hı. Ama yok qayda. Orada müəllimə verəcəkdi sənə. Oynayacaq sənlə. Uşaqlarla labı bulaqqaları və çeynəcəksən orada. Ha. Yaşı. Haydi. Askımı takacağım. Ya bu ayakkabıyı da. Açıq alımsan, hə? Ha. Hə. Gedərik basıdan gəl. Askı burada ya. O mamanın açıqısıdır, ya aşkım. Benim miydi? İndi gedərik atayla sən atası bunu açıq alarıq, yaxşı? Sevra dünən mənə məktub yazıb ki, ana sənin şəfqətinlə böyüdüm. Hər addımda sənin izlərin var. Ürəyimin hər zaman bir nur kimi sənin sevgini dölür. Gəl. Ah, eləmə, atacam, atacam, belə saat 8-dir. Ata bunu Gedək ürəyim. ha özümüz istedim. Hə, özümüz gibi. Getdik biz Arkadaşlar uşaqlar. bu arada burada zontikti. Burada da gökkuşağıdır. Getdik biz Ne kadar inşallah. çekebildim çektim. Tamam. O qədər danışıqlıqlardan sonra bilin bakalım bizlə maşına kim gəlir? Planşet. Ben de ki. Neyse çıxaq, hadi bakalım. Rəhmətkeş bacı. Deyir Rafın sunkasını özüm tutacam. Bu da belə gedir. Görək görək başımıza nə gəlir. Hə, ver tutaq da. Her şeyini taşıyabilirler. Haydi. Mama sen madalya. Hadi bakalım. Ay, yağış yağır. Əvvəl balanka giyindirmişdim Rafa, sonra çıxartdım. Qalın qutqa giyindirdim. Gözüme su girdi. Bunda boyandım. Gəlin görək, evdə fürsət olmadı göstərməyə. Gəlin görək Rafın sunkasına nə yığmışıq. Hoppa. Bu ayaqqabısıdır. Orada sizə göstərdiyim. Ha, bunun işığı niyə yanır bir dəqiqə? Hə. Bu ayaqqabısıdır. Hə, evet, burada da bir dakika bunu da çıkarayım. Hə, çöməlisi boş. Arxaya qal düzgün götürsən. Hə. Burada da yığmışam. Aa, bu niyə açılıb? Hə. En kapalı Sara. Yox, düzəltmişəm. Burada da var, deməli kalkotka, iç geyim, corab və bir dəst orada giyməyə geyim. Belə. Adı yazdım. Hə, hamısının da üstünə adını yazmışam. Baxmayın da bağçada həm də yeni uşaqlı deyə qarışmasın. Belə. Bunu da qatdalayıb qoyum çantaya. Burada da labubulu əqqalarıdır. Bəli, bir ata olaraq düşüncələrimi alım. Ne? Oğlumun düzdür. İkinci uşağındır, amma ilk dəfədir. Yəni Sevroşu bağçaya qoymamışıq, kursa qoymuşuq, ikinci kursuna. İlk dəfədir övladım bağçaya gedir. Nə istəyirsən? Mesela ben şey ister geçirdirəm bir ata kimi. Hə. Daha gün olsun
Ali məktəbə getsin, məhkəməyə getsin. Məhkəmə nə idi? Allah getsin. iptal. Hə. Məhkəməyə də gəlsin, hakim olaraq gəlsin də Hə. yəni. Hə. Mən də bacı Şu olarak. səsi yıxarmışım. Hə. Hə, mən də Mənim ürəyimdir. mən də duyğularımı qardaşıma demək istəyirəm. Ha, Hə, indi mən də sənə bir söz deyim. Atun danışır, sözünü niyə kəsirsən? Hə, indi buyur davam elə. Ha. Hə. Sözüm bu mənim ürəyimdir. Hara? Atan sözünü eşitdin, getdin hə? Bə kimi? Hı. Yox deyir. Hə, indi Bir hadi də. Nə olar ki? Hə? Mamanı. deyir mamanın. Sağ ol səni. Hə, indi bir bacı olaraq sənin duyğularını alalım. Mən ümid eləyirəm ki, qardaşım Bizən Sevoş nəyə döndü sən? Mən uşağın atasıyam, mən ümid edirəm ki, oğlandı. Rəyli balonlardan. Hə. hə, Hə. Mən ümid edirəm, mən uşağın xalasıyam. Qız da o uşaq. Ümid eləyirəm, yox, hiss eləyirəm də o. Hiss edirəm, həmin şey də ümid edirəm, hiss edirəm. Hə. ümid eləyirəm ki, qardaşım son zəngin məktəbə gedər. İnşallah. Məktəbə getdikdə son zəng. O sırada olar, səbəbkar. imtahana gedər. Amin inşallah o sırada səbəbkar. Yəni mən də konuşmayım, mən Aysa bağlayacağam, ona görə ən yaxşısı oturum. Gedək çatay gül alaq. sonra Ağlayır gedək. ya. Anası bizə necə ağlayır dostlar, siz görmürsünüz. Anası bizə necə ağlayır dostlar. Bir dəstək yolda. Uşaq gedib bağçalara, uşaq şey göndərir. Bizdən ayrı qalacaq 5-6 il. Bir dəstək yolda mən deyim baxı. Bir ağlayırdı, nədə gəl. Görəydiniz axşamını. Ağlamırdım. Bir də ağlayırdı. Yalan deyir, ağlamırdım. Allah'ın dostuna ağlayırdım belə. Ay bismillah. Ağlamırdım. Hə. Sevoş sen yatmışdın, anam bir dənə ağlayırdı. Ağlamırdım, fikir eləyirdim. Ne fikir ağlayırdı ne? Ağlamırdım. Dəstək yolda nə olar ki? Bir uşaq bağçaya gedir. Dünənləri bütün padruqalarım mənə bir tərəfdən yazır ki, ay qız dəlisən, lap canım qutaracaq. Bütün padruqalar yazıb ki, ağlama. Uşaq da bağçaya gedir, dələ bir şey göndərir. Biraz da gedir uşaq. Bizdən ayrı qalacaq. Sən ana dörsən, anlaya bilməzsən bunu. Sən ana deyilsən. O 18 yaşına çatana qədər gedib gəzəcək bütün ölkələrdə. Ona mən deyəcəm get, belə haranı işdən get gəzəcək. Onda özünü idarə eləyə biləcəkdi, amma indi ay nə yenəsən. Onda özünü Üstərinə gezim bilər. Onda özünü idarə danışaram inşallah. İdarə edə biləcəkdi. İndi prosta o da bağçaya gedir bəbə görsən. Hə, amma indi balacadır. Nəyim, narahatam. Bu da gəl kimlə deyir desin, şeydir. Hər səhər günəlməyəndə sevdə qoyma uşağı bağçaya, sən də dincə, biz də dincə. Dedim, nəysə çıxmışıq artıq bu yola. Nəysə gedirik uşaqlar. Bir də görək başımıza nə gəlir. Deyirik qağa. Ay tac ağlayır, niyə gəlmirsən ay dədə? Sevda akşam elə ağlayırdı ay dədə. Ağlamırdım. Daha bağçaya gedir, niyə gedir ay dədə görəsən? Ağlamırdım. Sağlam ol. Sevoş, Rauf durdu gəldi axşam anın səsini ağlamaq səsinə. Sən nə cavab durmuşdun? Ağla, şər otur mən. Allah haqqı ağlamırdım. Ay rağ olsun. Ay yaxşı gecə anam giləndə daşıdı, anama dedi çox pis olacaq. Mən Düz tez deyirəm bağçaya də. gedir, ürəyim sıxılır. Hə, düz deyirəm də. Bütün padruqalar var yazmısan həmən şeyi. Düz deyirəm də. Məndə arxaca mən necə eləyim? Mən bir dəstək olum. Narahatam da. Demirəm Hə. dəstək olun. Deyirəm ürəyim partlayır, sıxındıram. Onlar Hələ bir uşaq şeyə olurlar. gedir, Sibirəzə də gedir, ya harasa gedir. Uşaq arvad aldı, bizi saymayacaq o. Siz özü deyir ki, arvadla O qalacaq. şeylər həyatın qanunu budur zaten. Ama Sürü yenə də. sərdi. O lanet olsun içindeki yox, olmasın. Gözəl duyğudur annelik duyğusu. Nəysə gedək çatay sonra. Mən sözümü deyə bilmədim. Hə, de, Ata dinə. danışdı, atan sözünü Dinə. kəsmək istəmədim. 100% jirafı bağçaya qoyanda ağlayacaq. Ağlamasın. Gəldik çatdıq gül dükanına. Görə elə burada var istədiyimiz güldən. Gözəl güllər var baxın. Çox qəşəngdilər. Belə göstərim. Burada da var. Hazır buketlər var. Çox qəşəngdilər. Getirdik güllerimizi. Gidiyoruz şimdi. Beğendiniz gülümüzü uşaqlar. Hər müəlliməyə bir dənə gül aldıq. Söz deyin, siz gedəndə bayaqlar mənim gözüm doldu, ağladım. Ay Allah, ay Allah.
Onun da ağlayır televizyonu. Öyle de var. Ciddi. İşte de zəng edin mənə ki, mənə dəstək ol. Abart. Zəng elə bir gör. Ha abart. Uşağımız bağçaya gedəcək. Nə edin? Allah sənin dilivə düşürməsin. Allah'ın da olsun. Aa. Gələcək yarısı yazıb su. Yazaydın. Aa, əsəbləşdirdi sabah məni. İyisine bakın. Neyse gidiyoruz. Nerede kızıl gül alarsa? Diyeceğim. O sırada Rauf. Ailem birbirine deyip Rauf'a bakın. Neyse son şeyleri de bunlar. Qaqa bax hələ. Çattık. 9'un yarısı da hal-hazırda. Bahçesine çattık. Ben size göstereyim kenardan. Düşün qoyun gəlin, mən gəlmir. Aa. Yo, bu döyülmeye çatıp hakikaten. Bunun bugün döyülmeye çatıp arkadaşlar. İşte bunu döyülmeye çatıp. Ged uşağı qoy bağçaya gəldi, uşaq da bağçaya gedib Ol. də. Hələ bir yerə gedir, gəlib yola salar. And içməsə də gələr, and içməyə eləyəcəklər görsən bax. Ben onu əsəriyə koymayacağım. Sən də mənimlə deyək bağçaya qoymayacaq. Başka yok, əsəriyə koymayacağım. Əşya O gün olsun ben Range Rover'den gelim saklayayım uşağımı İnşallah, götürüm koyayım. İnşallah, inşallah. Amin Amin, inşallah. amin, Neyse amin. gedək. Çatdıq. Rauf, necəsən? Gedək. Digər sumka yavaşda. Gedək. Kız verir. Qız vermir, elçili. Aa, elə hiss elədim. Düz deyir. Elə bir elçiliyə gedirik. Dedim gedin qoyun gəlmiş ha bax. Oo. Mən nədir? Oo, bir Mən olmasın. niyə gedirik? Hə, gedirik. Hə, Rauf, hara gedirik? Vaxtçıya gedirik. Hara gedirik? Hara gedirik? Hə, əvvəl gedək o tərəfə, sonra gələk burada müəllimlərə verək. Hə, əvvəl o tərəfə gedək, gəl. Düz get, düz get. Yemək yiyəcəm, hiss eləyirsən. Uşaqlar abidləri bişirirlər, hə. Gedək. Yemek yer. Günün işini verin mən. Ama tüyen. İşini verin mən. Hə, gözlə. Hə, gəldik, çatdıq. Evet, indi gedirik müəllimələrimizə verməyə gülü. Gətir, Rəgi buna. Həyatım, sənə bir almışam. Hə, daşmışdı elə. Odun. Gördük, əsərləşdi. Gedək. Birin birinə. Raf, yaxşı. Yaxşı. Adam, gözlə də mən. Tamam. Düştüm. Düşmek istedim. Suya azıldıydım. Əzilib uşağımız. Bu maşın nereye çıxır, Raf? Suy. Mavi. Onun üçün bütün renklər mavidir. Şevraş da buradadır. Beğendin, hoşva geldi. Hoşva geldi de görün. Qəşəngdir dostlarım. Mən gedim evə. Gəlib səni götürərəm birazdan. Yaxşı. Mən çatım sənə. Ya bunlar. Şağ ol. Ben de batı. Mən də maç eləyim. Sensin çok davranıyor çünkü. Getdir, sağ ol. Şağ ol. Şağ. Maya dostlar var. Sonra dostlar var. Qoyduq. İndi gedirik. Nə, qoyduq deyəcən. Güc bala sən çıxarmışam orada. Hey. Cəmaət deyir ki, uşaq qalıb, yox. 5 şey qalıb burada gücdə görüm neyini. Yalan danışma. Aa, Ağlayırdı. Küncə sıxılıb görəm. şokdayam. Mənimsə sən məni tutturarsan Allah'ın da olsun. Mənim də sənə sözüm yoxdur, həqiqətən yoxdur. Yoxdur, şurada uşaq ağlayır. Can. Bağçaya getmirəm. Mən sözü xoşuma gəlmədi. Hə. Deyir bir də görsən 3 gün 4 gün gəldi, sonra ağladı ki şeydir. Bəs mən getmək istəmirəm. Elə oldu, uşaq adaptasiyonuna kimi. Yoxsa mən mi şeydə takmışam deyə hər şey. Sən bir sənə də, sən bir dəqiqə bax, fikrin min cür şeydədir. Bu da uşaq ağlayır, getmir bağçaya. Hə. Hə. Rafta da elə şey olacaq da. 2 dəfə elə olur da. Yok. Qısa qalır 10 dəqiqə. 9'a qaldı 10 dəqiqə. Yem nahar yeyim. Hə. Yem yatım. Yatasan, nahar yeyib yatasan. 9-a qalır 10 dəqiqə. Hardasa 2 saat falan sonra gedib götürəcəm uşağı. Niyə Yox, ki? 3 saat sonra. 9'a qalır, saat Hə. 12, 4 saat. Hadi nəysə 3 saatdır eləmdə. 4 saatı niyə salsın qısın ortaya? Nəysə bu həftə. Sən bir dəqiqə qəmlisən, qəmli notlarda ağlamaq üzrə
Gedəsəm də. Ay girdim maşına. Heç kimsə beni anlamıyor. Allah. Padruqalarını gördün də nə dedi ağla. Ham bilir sən görünür Güneldi də o. Dünən gör nə qədər yazışmısan, nə qədər dərd. Hədə dünən onca onunla danışmışam. Bir ondan bir də xanımla. Ver Aqiflə. Hə. Sən şeysən. Duyğusuzun birisən. Nə? Uşaq bağça gedir, tələbəciyə gedir. Xaricə zada gedir, görməyəcək. Olsun. Bacı qardaş, ana bacı bir dənə öpdünüz bir-birinizi. Hələ bir əbədi ayrılıq gedirsiniz. Sən anlayamazsın. Səncə sənin də gözlərin dolma var. Gözləri dolma baba boyda bir qızımın ama. Qardaşın əsiyyə getdi. Allahım. Neyse. Gedib evə çatıb evlərimi yığışdırım, başımı bir şeylə qatım, dəqiqə başda müəlliməm fışqara verir. Ay ya Sən niyə ağlayırsan ki? Hə? Səfsən bala. Sən şey verdim bala. Yox. Ha mən verdim ancaq. Ya səbir, ya selamet. Nə səbir, sən başın qalmıyor, bu fikrin qalıb uşaqda. Bu birisine bax hələ bundan. Balacı düzənə bax hələ. Bir dənə qardaşım manızı qoysa ağlayacaq. Başımın tacısan qardaş. Başımın tacısan qardaş. Ömrümün yazısan qardaş. Ay Allah, indi ağlayacaq ya. Qardaş. Başımın tacısan qardaş. Sevuş kardeşim bahçeye getirdi. Sen de ağla beni. Ben ağlamıyorum. Oğluşum ömrüm. Ya ragi oley canım kurtardı. Kaynatam dire belli ya, rahatlığa çıktım. Çeşitli rahatlığa çıktım. Dedim yok hayata, ne rahatlığa çıktım, yüreğim partlayır. 5 dakikada patlaya koydum. İnşallah yaxşı olar. Ağladı Sevoş. Anası da bak, inansız kamera arkası Sevda'nın yüzünü göstermiyor da dostlar ha. Sevda'nın bir dakika var. Çıtıma vur, gözünden kan tökülsün, yaş tökülsün. Cile. Abart sen de, abart. Yok hiç ağlamayacağım. Neyse geldi çatlayı uşaqlar. Gedim evə evlərimi yığışdırım, təmizləyim zaten. Niyə ağlayıram ki? Uşağın bağçaya gedib də şükür Allaha. Böyüyüb o yaşa çatıb ki, uşağın bağçaya gedib hə. Niyə ağlayıram ki? Nədir ki? Sus Ragib, sus! Allah seni kahretmesin. Sus Ragib. Neyse sus! Allah seni almasın. Sevoş bakım hele doyunca ağladı o. Sus! Allah seni ağlama, sil gözümün yaşını sil, ağlama. Sus! Neyse gittim. Gedim çatdıq məhliyə, gedək evə. Sağ olun dostlar. Laf getirmək kiminlə başımıza Özür gəldi. dostlar, bunlar ana bala ikisi de qara geyinib ağlayırlar. Sus! Göy geyiniblə qara ağlayırlar. Neyse uşaqlar, hələlik. Birazdan açarım. Bunu işe yola salım, sonra kameranı açacağım. Ben düz deyirəm axı dostlar, ona görə səhv eləmir. Sus. Çatdı de. Maşını saxla sen parkovka ilə. Birindən qurtuldum, o birisi qalır evdə. Qurtula bilmirəm ikisindən də. Birindən qurtuldum, o birisi qalır. O birisindən qurtuldum, bu birisi qalır. Bu birisi qalır. Dedim ikisini göndərəcəm. Biri məktəbə, birini bağçaya rahat olacam. Bu qaldı indi iki evdə. Allah seni nə yapmasın. Bayaqda maşında ağlayırdı. Hə, düz deyir. Saçları zaten açdı ki, mənim saçım açıq qalsın. Belə gedəcəm, nə edəcəm. Gördün? Səni belə kapak fotoğrafı qoyarım mən. Qoyarım mən. Neyse, çatdıq. Bəli uşaqlar, biz artıq 2 saata yaxın, nə 2 saat çoxdur. Onu işləmiş gəlmiş. Hə, 2 saat demək, 2 saat yarımdır evdəyik. İşlərimizi bitirdik. Müəllimələri ilə danışdım. Raufdan xəbər gəldi ki, hər şey qaydasındadır. Rauf yaxşıdır, oynayır uşaqlarla. Müəlliməsi dedi ki, bəs belə davam edəsə hər şey çox yaxşı olacaq. Belə şəkildə göndərdilər. Belə göstərim sizə. Görürsüz, uşaqlarla oynayır. Dedilər ki, hər şey yaxşıdır. Belə. İndi vaxt tamamdır. Birin yarısı Raufu götürməliyəm. Saat neçədir? 12'ye qalır 10 dəqiqə. Artıq hazırlaşaq Sevoşla. Gedək qardaşımı götürək. O sırada sıkışdı. Sevoş sıkışı düzəldi. Gedək gələ devam eləyərsən, yaxşı? Arkadaşlarla düzəldərik. Baxarıq. Gedək bir. Görək bugün nələr baş verir? Bəyənimmi, bəyənmiyim? Mən çox heyecanlıyam uşaqlar. Görək başımıza nə gəlib. Ben bu şəkli düzəltdim. Heç də bəyənmədim. Bir boyayaydın, eləyəydin, tələsdin skoşlamaya. Çünkü getməyimizə az qalmışdı. İnat. Nəysə, gedək geyinək, sən geyinmisən, səni soyundurmamışam gələndən sonra. Mən əynimi dəyişim. Soyunmamışam. Əynimi dəyişim. Gələk, raf gətirək, gələk su kişimizi.
Gedir Rafı götürək. Ben hazırlaşaq. şekilde çekmişim onu düzeltelim. Siz de merak ediyorsunuz mu? Maraqlıdır mı sizə də? Raf bugün nələr eləyib, nələr etməyib? Ben çok merak. Mən də çox maraqlıdır. Görək başına bugün nələr Yemək- gəlib, yemək yeyibmi? Əsas odur. Düz evdə polnu dizdirmişdim. Yəni gündə məsələn belə 2 dilim çörək yeyirdisə, bugün 4 dilim çörək dizdirmişəm ona ki, tox olsun orada, acmasın. Belə gedək görək acdımı, acdımı, toxdumu, toxdumu? Yox. Hə, acdımı, toxmu, yeyimmi, yeməyimmi? Bugünkü menyu nədir bağçada? Onu da sizə göstərim. Menunu da göndəriblər ki mənə, bəs bugünkü menyumuz budur. Bir dəqiqə. Ay bura düşməyib desən menyu, hə? Bir dəqiqə. Göstərək. Gözlə. Menyunu tapım. Bir dəqiqə gözləyin. Ah, nə varsa? Hardadır bu? Tapa bilmirəm. Bir dəqiqə gözləyin. Yok ben de bakıldı. Baxın, bugünkü menyumuz Mən də- budur. Deməli qaynadılmış yumurta, bunu keçdik. Raf yeməyəcək, yesə də sarısını yeyəcək, ağın yeməyəcək. Kəsmikdir, xamadır, yağdır, heç birini yeməyəcək. Kakaolu süddür, içməyəcək. Çörəklə yumurtanın sarısını yeyə bilər. Sonra meyvə olaraq alma, banan ikisini də sevərək yeyəcək. Sonra bir də nahar yeməyinə qalacaq. Küftə bozbaş, bulgur, nəsə yazıblar bu. Bulgur süzməsi mi yazıb, nə yazıb bilmirəm. Qatıq, salat, çörək, meyvə şirəsi. Arkadaşlar. Sonrası bir dəqiqə həyatım. Vafli, kompot, bu yatıb durandan sonradır. Sonra da düyü sıyığı və çay. Raf hələ ki bu qədərinə qalacaq. Gedək görək yeyibmi, yeməyibmi və başımıza nələr gəlib. Söz diyeyim. Sen yemeğine boz başına alır. Səhər yeməyini, onlar nahar, səhər yeməyi səhər deyirlər. O necə deyim, nahara da obeddir də, başa düşdün, elə yazırlar. Nəysə, gedək uşaqlar. Gedək oğlumu gətirim. Saçımı düzelt. Gedək oğlumu gətirim, gələk. Muşduq, çıxdıq, havanı gördük ki, dəhşətdir. Sonra Rafa papaq götürmədiyimiz ağlımıza gəldi. İndi təkrar evə qaydırıq ki, Rafa papaq götürək, çünki hava çox soyuqdur. Yenidən qış gəlib uşaqlar. Of. Keç. Buyurun. Hər zaman sizə bu yolu Rafla göstərirdim. Bu dəfə Sevroşlayıq arkadaşlar. Gedək. Necəsən? Bizim indiki problemimiz bağçaya ən yaxın yolu tapmaqdır. İndi Sevra məktəbdə olsa, Sevra məktəbdə olsa çox rahatdır. İlk öncə Sevranı götürüb, sonra oradan Rafı götürüb rahat evə gələ bilərik. Amma Sevra bugün getmədiyinə görə minik bir öskürək krizimiz tutmuşdu. Bizim öskürəyimiz hələ davam edir uşaqlar. O xəstəlikdən sonra hələ də öskürəkləri tam keçməyib. Belə əsas o da yaxın yolu tapaq. Necə tapacaq onu fikirləşirəm. Hələ ki düz gedirik. Bakın. Parkın içinden Gəl də yeriyə danış. sağa döner. Hə, ürəyi dayandı. Sonra başımızın üstüne. Hələ ki düşüncəm düz get, sağa dön. Sonra hələ ki davam edir. Məktəb yoluna getməyəcək də. Ona görə bizə çətinlik yarandı ki, hardan gedək ki, yaxın olsun. Güya mən dedim ki, bunlar eyni bağça da məktəbin yanındadır. Rahat olacaq mənə. Birini götürüb, sonra birini götürüb gələcəm. İlk gündən məktəb təxirə düşdü. Gedirik belə. Raf yoxdur, inanırsınız, elə biləm ki, nəsə əksiydi. O qədər yəni Sevra məktəbdə olub, ondan aşağı çox yerə getmişəm də. Əlimi qolumu qoymağa yer tapa bilmirəm. Sabah vahşi dəli olacağım. Hə, dinlə. Ben sessizlik istedim oradan. Sessizlik bana verdi. Ben onun yanında elə bizim şabraf kreslada da oturup planşete bakıyorum. Az kala Raf'ı çağırırdım. Hə, yemək yeyəndə Raf yadına düşüb. Səhər yeməyi yemişdi, sonra dedi ki, atası ilə belə sasika istəyirəm. Sasika da verdim. Onu Aynen yeyəndə arkadaşlar. qardaşı yadına düşüb. Attım ağacın şey. Aa başında kalbağım. Ay bak. Bugün ikinci dəfə saçımı yanırsan Sevra. Tatmak. Elə dasmırlar da. Of. Böyle gedirik uşaqlar. Baba bala. Bizi belə görməmişsə, ancaq Rafla görmüşsünüz. Sevra ilə görəndə qəribə gəlir. Gedirik, elə bilirik nəsə əksiydi. Tam ne ışıklı gösterir. Hə, nəsə əksiydi. Raf yoxdur. Var, hardasa 8 dəqiqə tez gəlmişik. Yəni oturduq burada. Gözləyirik yarısı olsun, sonra gedək içəri.
Çünki deyiblər ki, yarısı gəlin. Belə. Gözləyək Rauf gəlsin, yarısı olsun, sonra gedək Raufu götürək. Raf gəlsin. Baxtan önündə oturmuşuq. Aşkım, necə keçdi günün? Uşaqlar dəhşət yağışa düşmüşük. Bəyəndin bağçanı, niyə bax? Bəyəndin bağçanı? Uşaqlar bir əylənə çıxıb ki, dəhşət. Yemək yedin? Sonra? Yağış dəhşət yağır. Qaçaq evə. Soruşalım. Uşaqlar tez gəldin. Uşaqlar yağışa düşmüşük. Saçlarım bütün sudur. Arkadaşlar bakın burada kim var? Boş iyi verir. Təsdaydım. Hoş geldin. Beğendin mi bahçanı? Uşaqlara danış görüm necə keçdi ilk bağça günün sənin? Nasıldı? Beğendin mi bahçanı? Hə? Biz arkadaşlar uşaqları beğendin. Neynədin bugün? Danış bizə hələ. Sən maşınları qoymadı. Gələndə maşınları evə gətirmək istəyirmiş, müəlliməsi qoymayıb. Hə? Nə dedi sənə? Mayma uşaq yay olmazması yay öyle dedi. Elə dedi. Hə, sən evdən gedəndə sonra maşın apararsan. Yaxşı. Hə, sonra? Şey Hə. adı var diye uşakların neyle var diye Hə. adımı bilmiyorum. Sonra? Şey koyar şey masaya yapılmadı. Maşından bir dənə onu ilişib. Sonra anaya bax. Koyar. Hə, yaxşı. Uşaqlar, bugünkü vlogumuz da bura qədər. Rauf böyüyəndə görər. Onun ilk bağça günündə başına nələr gəldi, nələr oldu, nələr baş verdi. Bu videoda xatirə olaraq burada qalsın. Belə, siz də videomuzu bəyəndinizsə, aşkım, gələndən sonra bax görüntü budur da, ona görə bağçaya gedir də bu oğlan. Kanalda abone olun ve arkada yorumlarda unutmayın. Hayır. Gedərik sabah. Bağçaya gedərik sabah. Hı. Hə, yatarsan orada bəbələrlə? Yox. Niyə yox? Niyə bilmirsən? Yatarsan da orada bəbələrlə, yox yay. Yox. Yatarsan? Yox. Hələ ki durum böyle. Görək sabah başımıza ne gəlir. De. Kanalımıza abone olun. Hə, de yaxşı. Kanalımıza abone olun. Hayır. O. Kanalımıza abone olun. Hə, yaxşı de. Bazı içimiz sende de. Hə. Hı. Kanalımıza abone olup like atıp yorum yazmayı unutmayın. Helali.